Toronto District School Board'un xarici dillər bölməsində fəaliyyət göstərən Azərbaycan dili sinfinin şagirdləri məktəbin akt zalında zəfər gününü qeyd ediblər. Bayram tədbiri Azərbaycan dili sinfinin rəhbəri Yeganə Cəfərova, müəllimə Gülnar Nəsirova, rəqs müəlliməsi Qəmər Peyğəmbəri, Mikail bəylər və sinfin şagirdləri tərəfindən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin dəstəyi ilə hazırlanıb. Bayram tədbiri Azərbaycan və Kanadanın dövlət himləri ilə başladı və vətən uğrunda şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bugün biz tarixi qələbəmizin il dönümünü birlikdə uşaqlarla, valideynlərlə, qonaqlarla birlikdə qeyd eləməyə yığışmışıq. Çox qürurluyuq ki, 44 günlük müharibədə və sonra da biz qələbə sevinci yaşadıq. Tarixi torpaqlarımızı igid əsgərlərimiz, ölməz şəhidlərimiz bizə qaytardılar. Sinfin şagirdləri ilk olaraq səhnəyə əllərində işğaldan azad edilən şəhərlərimizin adları olan lövhələrlə çıxdılar. Qeyd edək ki, lövhələrin hazırlanması və səhnə tərtibatı şagirdlərin əl işləridir. Fəxr edirik ki, bizim uşaqlarımız başqa dövlətdə olmağına baxmayaraq, ingilis dilində məktəblərə getməyinə baxmayaraq, öz dilimizi inkişaf elətdirildi. Yeganə müəllimənin böyük zəhməti var, Azərbaycan dili sinfini saxlamaqda, Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti olaraq biz də Yeganə müəllimənin həmişə yanındayıq. Allah bizim Azərbaycan ordumuzu qorusun, onlar bizi belə qürur verici xalq elədilər. Və həmişə də qalib bir xalqın nümayəndəsi kimi fəxr etməliyik ki, biz Azərbaycanlıyıq. Onu demək istəyirəm ki, Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti adından hər birinizi burada salamlayıram və çox qürur duyuram bugünkü günümüzlə. Gözümüz aydın bütün dünya Azərbaycanlıları. Bugün biz qürurla, fəxrlə deyirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Yeganə Cəfərova, Minira Babayeva və Gülnar Nəsirovanın çıxışlarından sonra səhnə uşaqlara verildi. Bir-birindən gözəl şeir, rəqs və musiqi nömrələrini qonaqlar rəğbətlə qarşıladı. Onların daş qulağına bir daş atan, qayaların keçmişini qayalara hatırlatan. Bir gün insan oldu bu qayalar. İnsanların nəvəsindən doğdu bu qayalar. Siz nənəmin bacılığı, siz babamın qardaşlığı, təbiətin səpdiyi bir zəli sanı. Nə zamansa bu daşlar bildir tapan tapılacaq, bu daşların, qayaların keçmişini uyaracaq. Onda məni bir balaca dərs dəftəri, qoyar gərgin, qoşulmağa bu tərli. Vətəndaşı olmayanda olmaz ölkə vətəndaşı. Rəqs müəllimi Qəmər xanım Peyğəmbəri şəhidlərə həsr etdiyi rəqsi təqdim etdi. Biz Yeganə müəlliməyə təşəkkür edirik, gənclərimizə təşəkkür edirik, uşaqlara və onların valideynlərinə təşəkkür edirik ki, CHB School'da, Torontoda belə bir tədbiri təşkil ediblər və bugün də biz Zəfər bayramını onlarla bərabər qeyd eləməyimizlə fəxr edirik. Azərbaycanımızın bütövlüyü uğrunda canından, qanından keçmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Əskərlərimizi Allah qorusun. İnşallah vətənimizi hələ qarşıda çox böyük uğurlar gözləyir və biz fəxr edirik ki, biz Azərbaycanlıyıq və Azərbaycanımız bütövdür.
bizim cəmiyyət, Azərbaycanlıların cəmiyyəti Torontoda get-gedə böyüyür, inkişaf eləyir və bugünkü günü biz hamımız bir yerdə qeyd eləməyimiz bizə qürur verir. Çünki bu bizim ən gözəl bayramlarımızdan biridir. İnşallah bütün gələn illərdə də belə olacaq. Mən Azərbaycan Women Support Cəmiyyətinə təşəkkürümü bildirirəm. Bizim Azərbaycanlı qadınlarımız üçün, uşaqlar üçün, burada elədikləri üçün, ilk növbədə Azərbaycan uşaqlarına bizim dilimizi öyrətdiyi üçün, rəqslərimizi, vətən sevgisini öyrətdiyi üçün. Bugün birinci növbədə mən NAK təşkilatının adından, NAK-ın bir üzvü oldum. Network of Azerbaijani Canadians NAK adından çıxış edən Nazna Sadıqova bayram münasibəti ilə qonaqları təbrik etdi və təşkilatçılara minnətdarlığını bildirdi. Yeganə müəllimə ümumiyyətlə 20 ildən artıqdır Kanadadadır. Hər zaman Azərbaycan uğrunda çalışır. Thank you very much to the Azerbaijani Women's Support Center for inviting me. It was a wonderful performance, really lovely to see all the different costumes, dances, places, flags. I also appreciated that it began with the national anthem of Azerbaijan and then the national anthem of Canada, showing inclusivity and diversity. So thank you for letting me join. Bu yolda şəhidləri unutmadıq bir cahan. Bu yol cəsur, qəhrəman, igid, əskər yoludur. Bu yol Şuşaya gedir, bu yol zəfər yoludur. Tədbirdə ən birinci müəllimələrimizə, Yeganə müəllimə, Qəmər müəllimə, Gülnarə müəllimə hamısına təşəkkür edirik. Volontorlarımıza da təşəkkür edirik. Mən bu tarixi qələbəmizin bizə yaşadan şəhidlərimiz qarşısında, onların ruhu qarşısında baş əymək istəyirəm və qazilərimizə Allahdan şəfa diləyirəm və demək istəyirəm ki, Qarabağ Azərbaycandır və bizim səsimiz daha uca çıxır, daha möhkəm çıxır. Səsimizi bütün dünyaya biz də Kanadada Azərbaycan dili sinifi və uşaqları olaraq birlikdə yayırıq. Bayram tədbirinin sonunda şagirdlərə hədiyyələr təqdim edildi. Buyur səndən alsın ilham, vətən olur, ürəkdə var min arzu kan, vətən olur, hünər göstər, buyur səndən.